1971-ci ildə Stanford Universitetinin zirzəmisində dünya psixologiya tarixini sarsıdan qəribə bir hadisə baş verdi. Bu, insan psixologiyasının ən qaranlıq tərəflərini aydın göstərən bir sınaq idi. Tamamilə normal, təhsilli və sürpərvər tələbələri iki qrupa böldülər: məhbuslar və nəzarətçilər. Cəmi bir neçə saat əvvəl bir yerdə çay içən o gənclər əllərinə vəzifə və hakimiyyət keçən kimi tanınmaz hala düşdülər. Nəzarətçilər öz dostlarına işgəncə verməyə, onları alçaltmağa başladılar. Həmin gün anlaşıldı ki, insanın daxilindəki qaranlığı oyatmaq üçün sadəcə bir nişan və ya bir titul kifayətdir. Eyni mənzərəyə biz gündəlik həyatımızda da rast gəlirik. İllərdir tanıdığımız, sadə, təvazökar bildiyimiz biri müəyyən bir vəzifəyə gəlir və ya böyük məbləğdə pul qazanır. Qısa müddət sonra isə qarşımızda tamamilə başqa bir insan görürük. Bəs bu həqiqətənmi bir dəyişiklikdir, yoxsa illərdir gizlənən bir simanın üzə çıxması? Abraham Lincoln'un məşhur bir sözü var: İnsanın xarakterini yoxlamaq istəyirsinizsə, ona hakimiyyət verin. Bəs heç düşünmüsünüzmü? Əlinizə qeyri-məhdud hakimiyyət və milyonlarla pul keçsəydi, bugün tənqid etdiyiniz o təkəbbürlü insanlardan nə fərqiniz olardı? Çoxumuzun cavabı hazırdır: mən əsla dəyişmərəm, mən həmişə eyni qalaram. Amma psixologiya və tarix tam əksini deyir. Bugün biz sizinlə bir insanın necə canavara çevrilə biləcəyini yox, əslində içimizdəki o canavarın zəncirlərinin nəyin qırdığını danışacağıq. Bu videoda birlikdə aydınlaşdıracağıq. İnsan niyə vəzifə alan kimi tanınmaz olur? Pul həqiqətənmi insanı korluyur, yoxsa sadəcə onun illərdir gizlətdiyi əsl simasını üzə çıxarır? Və ən əsası, mən də onlar kimiyəm? İçimizdəki o qaranlıq tərəflə necə üzləşməli və gücün altında əzilməməyin yolları hansılardır? Gəlin əvvəlcə bunu aydınlaşdıraq. İnsan niyə güc və vəzifəyə acdır? Dürüst olaq, hansımız mühüm bir tədbirdə ən başda oturmaqdan, hamının bizə baxıb rəyimizi soruşmasından və ya bank hesabımızdakı rəqəmlərin artmasından gizli bir zövq almırıq. Əgər bu hissləri keçirirsinizsə, özünüzü günahlandırmayın. Çünki bu sadəcə sizin deyil, milyonlarla illik təkamülün səsidir. İnsan psixologiyasının dəyişkənliyinin kökləri müasir ofislərə deyil, milyonlarla il əvvəlki savannalara, ibtidai icma quruluşuna gedib çıxır. O dövrdə status sadəcə ego məsələsi deyildi. Status birbaşa sağ qalmaq demək idi. Qəbilə daxilində iyerarxiyada yuxarıda olan fərd ən yaxşı qidanı birinci yeyir, ən təhlükəsiz sığınacaqda yatır və öz genlərini gələcəyə ötürmək üçün ən yaxşı şansı əldə edirdi. Aşağı statuslu olmaq isə ölümə, acılığa və unudulmağa daha yaxın olmaq idi. Bugün biz artıq qəbilələrdə yaşamırıq, amma beynimiz hələ də o köhnə proqramla işləyir. Beynimiz üçün yüksək vəzifə və çoxlu pul müasir dövrün ən yaxşı qidası və ən təhlükəsiz sığınacağıdır. Buna görə də kimsə status əldə edəndə beyni ona pıçıldayır: "Afərin, artıq təhlükəsizlikdəsən, artıq hamıdan üstünsən." Bəs bu proses bədənimizdə necə baş verir? Elm burada çox qorxulu bir faktı üzə çıxarır. Bir insan vəzifə və ya böyük pul əldə etdikdə beynində dopamin partlayışı yaranır. Bu, narkotik asıllığına bənzəyən bir həzdir. Lakin bu həzzin ağır bir bədəli var. Araşdırmalar göstərir ki, güc və status artdıqca beyində başqalarının hisslərini anlamağa, onları eyni dərdi çəkməyə kömək edən güzgü neyronlarının aktivliyi kəskin şəkildə azalır. Psixoloqlar buna güc paradoksu deyirlər. Biz başqalarının rəğbətini qazanmaq və onlara kömək etmək üçün güc qazanmaq istəyirik. Amma o gücü əldə etdikdən sonra artıq başqaları bizim üçün əhəmiyyətini itirir. Yəni bir rəhbərin işçisinə qarşı daş qəlbli olması çox vaxt sadəcə xarakter deyil, həm də bioloji bir empatiya korluğudur. Böyük mütəfəkkirlər bu bioloji həqiqəti hələ 1000 illər əvvəl hiss etmişdilər. Platon qeyd edirdi ki, insanın ruhunu vəzifə ilə sınağa çəkməyincə onun əsl mahiyyəti gizli qalır. Niyə? Çünki güc insanı görünməzlik zirəhi ilə təmin edir. Friedrich Nietzsche'nin hakimiyyət iradəsi fəlsəfəsinə görə hər bir canlı öz gücünü biruzə vermək, ətrafını öz iradəsinə tabe etmək istəyir. Əgər bir insanın daxili mənəviyyatı, intellekti və insanlıq qatı bu güclə mütənasib inkişaf etməyibsə,
O sadəcə təkamülün ona verdiyi vəhşi instinktlərinəsirinə çevrilir. Təsəvvür edin, illərlə avtobusda gedən, hamı ilə növbə gözləyən, hər kəsə siz deyə müraciət edən bir şəxs birdən-birə bahalı avtomobil və yüksək vəzifə sahibi olur. İlk həftələrdə o yenə həmin adamdır, amma yavaş-yavaş dopamini beyni dumanlandırır. Artıq o növbədə gözləməyi özünə təhqir hesab edir, qırmızı işıqda keçməyi öz haqqı sanır. Çünki təkamül ona deyir, sən artıq sürünün liderisən, qaydalar sənin üçün deyil, digərləri üçündür. Yəqin ki, hamınız belə bir mənzərənin şahidi olmusunuz. Bir müdir öz vəzifə səlahiyyətlərindən istifadə edərək işçilərinə qarşı psixoloji baskı tətbiq edir. Onları üstü örtülü təhqirlərlə aşağılayır və hər fürsətdə öz üstünlüyünü nümayiş etdirir. Bu insanlar adətən öz davranışlarına işçiləri sıxmasan işləməzlər və ya mən tələbkaram kimi bəhanələr gətirirlər. Amma gəlin həqiqəti çılpaqlığı ilə danışaq. Bu davranışın işin keyfiyyəti ilə heç bir əlaqəsi yoxdur. Psixologiyada fundamental bir qayda var. İnsanın başqalarına qarşı davranışı əslində onun özü ilə olan münasibətinin əksidir. Əgər bir rəhbər tabeliyində olanları aşağılayırsa, bu qarşı tərəfin bacarıqsızlığı deyil, həmin rəhbərin daxili natamamlığıdır. Adətən bu cür davranışların kökündə uşaqlıq travmaları dayanır. Uşaqkən ailəsindən səmimi sevgi görməyən, hər addımı tənqid olunan və ya özünü sübut etmək üçün daim baskı altında böyüyən fərdlər əllərinə vəzifə keçən kimi həmin illərin qisasını dünyadan almağa başlayırlar. Onlar üçün vəzifə bir idarə etmə vasitəsi deyil, uşaqlıqdan qalan mənəvi boşluqları doldurmaq üçün istifadə etdikləri süni güc aparatıdır. Onlar səmimi hörmət qazana bilmədikləri üçün qorxu yaradaraq bu boşluğu kompensasiya etməyə çalışırlar. Əgər belə bir rəhbərlə işləyirsinizsə, anlamalı olduğunuz ilk şey budur. Onun qışqırığı və ya aşağılaması sizin dəyərinizlə bağlı deyil, onun daxili xaosu ilə bağlıdır. Sizin şəxsiyyətiniz iş yerinizdəki masanızın ölçüsü və ya sizə verilən titul ilə ölçülmür. Bir çox insan işimi itirsəm hər şey bitər qorxusu ilə öz mənliyini bu cür tiranlara qurban verir. Lakin heç bir iş, heç bir maaş sizin ləyaqətinizdən daha qiymətli deyil. İş itirmək bir uğursuzluq deyil, sadəcə bir mərhələnin sonudur. Əsl son isə insanın öz şəxsiyyətini başqasının egosuna yem etməsidir. Böyük psixiatr Viktor Frankl deyirdi, insanın əlindən hər şeyini ala bilərsiniz, bircə şeydən başqa. Daxili azadlığından və hadisələrə olan münasibətini seçmək haqqından. Heç kim öz şəxsiyyətini, statusu və ya işi üzərindən tamamlamamalıdır. Siz kimsizsə, işiniz olmadan da həmin adam olaraq qalmalısınız. Unutmayın ki, sizi aşağılamağa çalışan o müdir əslində öz daxilindəki kiçik və sevilməyən uşağın qorxularını boğmağa çalışır. Sizə qarşı edilən hər bir hərəkət onun öz acizliyinin etirafıdır. Özünüzü bu toksik zəncirdən qoruyun. Çünki həqiqi güc başqasını əzmək deyil, öz mənliyini hər hansı bir titul olmadan da ayaqda tuta bilməkdir. Cəmiyyətdə tez-tez belə bir cümlə eşidirik. Vəzifəyə keçəndən sonra çox dəyişdi. Pul onu korladı. Amma gəlin həqiqətin gözlərinə baxaq. Pul və hakimiyyət heç kimi korlamır. Onlar sadəcə xarakterin gizli qalan tərəflərini gün işığına çıxarır. Psixologiyada belə bir prinsip var. Resurslar insanın daxili xüsusiyyətlərini inkişaf etdirir. Əgər bir insanın daxilində şəfqət və ya paylaşma hissi varsa, o zənginləşdikdə böyük xeyriyyəçiyə çevrilir. Lakin daxilində təkəbbür, nifrət və aşağılıq kompleksi daşıyan bir nəfər güc qazananda bu qaranlıq hisslər nəhəng bir canavara çevrilir. Yəni pul bir növ böyüdücü şüşə rolunu oynayır. Bəs niyə bu insanlar əvvəllər yaxşı görünürdülər? Cavab həm bəsit, həm də ağrılıdır. Kasıblıq və statusun olmaması insanın nəzakətli olmağa məcbur edir. Bu mənəvi ucalıqdan deyil, bir sağ qalma strategiyasından irəli gəlir. Resursu olmayan insan cəmiyyətdə mövqe itirməmək, başqalarından dəstək almaq və təcrid olunmamaq üçün öz egosunu, aqressiyasını maskalamalıdır. O gülümsəməyə, çox sağ olun deməyə və güzəştə getməyə məcburdur. Çünki əks halda sistem onu kənarlaşdıracaq. Bu məcburi nəzakət illərlə davam etdikdə biz həmin adamın həqiqətən elə biri olduğunu sanırıq.
Lakin kifayət qədər resursa, yəni bank hesabında milyonlara və ya masasının üzərində möhürə sahib olduqda o maskaya artıq ehtiyac qalmır. O artıq bilir ki, kobud olsa da, qəddar olsa da insanlar ona hörmət etməyə davam edəcəklər. Çünki bu artıq şəxsiyyətə duyulan səmimi hörmət deyil, gücə edilən süni və məcburi baş əymədir. Araşdırmalar göstərir ki, özünü aşağı statuslu hiss edən insanlar ətrafdakıların mimikalarını və ehtiyaclarını daha diqqətlə izləyirlər. Bu, məzlumun radarıdır. Amma yuxarı təbəqəyə keçəndə fərdlərdə bu radar sönür. Onlar artıq başqalarının nə düşündüyünü önəmsəmirlər. Çünki artıq toxunulmaz olduqlarını düşünürlər. Fransız yazıçı Honoré de Balzac bu vəziyyəti çox dəqiq təsvir etmişdi. Pulun hər qapını açdığını deyənlər əslində pul üçün hər şeyi edən insanlardır. Və o pul ələ keçəndə artıq heç kimə hesabat vermək məcburiyyətində qalmır. Əksər hallarda pul və vəzifə gəldikdən sonra dəyişən insanlar əslində illərlə özünü yalnız iş və status ilə tamamlamağa çalışanlardır. Onların daxili dünyası o qədər dayazdır ki, mənəvi boşluğu yalnız kreslonun hündürlüyü ilə doldura bilirlər. Əsl kimliyinə qayıdan bu insan əslində illərlə özünü bir qəfəsdə saxlayan və o qəfəsin qapısı açılan kimi ətrafı dağıdan bir acizdir. Böyük filosof Arthur Schopenhauer deyirdi, sərvət dəniz suyu kimidir, içdikcə susuzluğun artır. Eyni ilə şöhrət də belədir. İçindəki boşluğu pulla doldurmağa çalışan adam əslində heç vaxt doymur, sadəcə maskasını daha rahat çıxarıb ata bilir. Bütün bu danışdıqlarımızı bəlkə də dünya tarixində ən yaxşı ifadə edən bir sənət əsəri var. 1941-ci ildə ekranlara çıxan və kino tarixinin ən böyük şedevrlərindən sayılan Citizen Kane filmi. Bu film sadəcə bir milyarderin həyatı deyil, əslində pulun və vəzifənin insan ruhunun necə tənhalaşdırdığının kliniki mənzərəsidir. Filmin qəhrəmanı Charles Foster Kane hər şeyə sahib olur. Nəhəng media imperiyası, siyasi güc, ölçüyə gəlməz sərvət və dünyanın ən bahalı sənət əsərləri ilə dolu bir saray. Lakin Kane ucaldıqca ətrafındakı hər kəsi itirir. O, Amerika arzusunun zirvəsinə çıxır, amma orada nəfəs ala bilmir. Çünki uşaqlıqda ailəsindən qoparılıb böyük bir sərvətin içərisinə atılan həmin uşaq ömür boyu səmimi sevgi və aidiyyət hissini pulla almağa çalışır. Amma sevgi bazar predmeti deyil. Film boyu jurnalistlər Kane'in ölümündən əvvəl dediyi son sözün Rosebud kəlməsinin sirrini axtarırlar. Onun həyatına toxunan hər kəs onun fərqli təsvir edir. Biri tiran deyir, o biri idealist, digəri isə sadəcə egoist bir milyarder. Lakin heç kim onun daxili dünyasına sızmağı bacarmır. Bu, bizə dərk etdirir ki, vəzifə və status insanın əsl mahiyyətinin cəmiyyətdən gizlənən bir divarıdır. İnsanlar sizin titulunuzla danışanda sizin ruhunuzla ünsiyyəti kəsirlər. Filmin sonunda biz Rosebud'un nə olduğunu öyrənirik. Bu, Kane'in uşaqlıqda hələ vətəndaş Kane olmazdan əvvəl qar üzərində sürdüyü sadə bir xizəyin adıdır. Filmin ən sarsıdıcı kadrında onun topladığı minlərlə bahalı əşya sobada yandırılarkən o xizək hələ də alovlar içində yox olub gedir. Kane'in bütün həyatı boyu həsrətini çəkdiyi o şey sadəlik və təmiz uşaqlıq idi. Amma o, bu boşluğu qızıl saraylarla doldurmağa çalışdı və nəticədə dünyanın ən zəngin, həm də ən tənha adamı kimi öldü. Əgər siz də gücün və pulun insanın necə dəyişdirdiyini, maskaların arxasındakı o kiçik və qorxmuş uşağı görmək istəyirsinizsə, Citizen Kane filmini mütləq izləməlisiniz. Bu film bizə xatırladır ki, maddi uğur qazanmaq olar, amma daxili boşluğu və itirilmiş məsumiyyəti heç bir bank hesabı geri qaytara bilməz. Bura qədər danışdıqlarımız bizə bir şeyi sübut etdi. Güc və pul bir sınaqdır, amma bu sınaq başqalarına qarşı deyil, özümüzə qarşıdır. Çoxumuz mən heç vaxt dəyişmərəm deyərək özümüzü aldadırıq. Amma unutmayın, heç birimiz hələ sınağa çəkilmədiyimiz günahın məsumu deyilik. Əslində həyatda ən böyük uğur vəzifə pillələrini sürətlə dırmanmaq deyil, o pillələrin zirvəsinə çatanda aşağıda qalan insanlığını itirməməkdir. Çünki günün sonunda o kreslolar boşalacaq, o pullar xərclənəcək və o parıltılı titullar sadəcə bir kağız parçasında qalacaq.
Ətrafındakı insanların sənə olan hörməti qorxudanmı, yoxsa sevgidənmi qaynaqlanırdı? Bax, bu sualın cavabı sənin əsl mirasın olacaq. Statusunuz nə qədər yüksək olsa da, mənəviyyatınız ondan daha böyük olmalıdır. Əks halda qazandığınız hər yeni imkan sizi biraz da təkliyə, biraz da süni hörmətlərin saxta dənizinə boğacaq. İnsan olmaq əlində qamçı olduğu halda ədalətli qalmağı seçməkdir. İnsan olmaq hər kəsin sənə hə dediyi yerdə öz vicdanının yox səsinə qulaq asmaqdır. Bu video sizə nəyisə xatırlatdısa, bəlkə də itirməkdən qorxduğunuz o köhnə dostu və ya özünüzdəki o səmimi tərəfi oyatdısa, deməli hələ də gec deyil. Əgər bu videodan nəsə öyrəndinizsə və bu həqiqətlər sizə təsir etdisə, onu heç vaxt dəyişməyini istəmədiyiniz, köhnə, səmimi halı ilə tanıdığınız ən yaxın dostunuzla paylaşın. Onu itirməmək üçün, bir-birinizə ayna olmaq üçün. İzlədiyiniz üçün təşəkkürlər.